Salam əziz treyderlər, bugünkü təlim videomuza xoş gəlmisiniz. Deməli, bu günləri biz sizə uşaqlar nə izah edəcəyik? Birinci növbədə uşaqlar kanala abunə olub dəstək olursunuz və şərh bölməsində şərhlərini yazırsınız və nəzərinizə çatdırmaq istəyirəm ki, Akademiya əməliyyat qrupu və chat qruplarımız mövcuddur. Deməli, Akademiyaya qoşulmaq üçün aşağıda saxlamışam, platformanın linki saxlamışam, yaxud da ki, Telegram keçə bilərsiniz. Biodan bizimlə əlaqə saxlayıb ətraflı məlumat toplaya bilərsiniz. Bizim attığımız linkdən qeydiyyat edirsiniz, minimal depozit edirsiniz və sizi Akademiya əməliyyat qrupundan alırıq. Deməli, Binar üzərindən əməliyyat qrupumuz mövcuddur. Kripto valyuta üzərindən ticarət üçün əməliyyat qrupumuz mövcuddur və akademiya və yenə də deyirəm, akademiya mövcuddur. Əlavə olaraq da sizi təcrübəli treyderlər arasına əlavə edirik. Chat qrupumuz mövcuddur. Günlük orada analizlərimizi, nəticələrimizi paylaşım edirik. Hər hansı bir analizə çətinlik çəkəndə bir-birimizdən məsləhət alıb, analizlərimizi aparıb və nəticəmizi əldə edirik. Deməli, keçək təlimimizə. Bugünkü təlimimiz nədir? Bir çoxumuz uşaqlar qrafikə baxanda biraz səbirsizlik oluruq və əməliyyatlarımız da uğursuz olur. Niyə? Çünki təyinatlarımız düzgün olmur. Misal üçün biz təyin edirik. Demək ki, biz buradan zonalarımızı təyin edək. Misal üçün. Deyək belə bir bizim zonalarımız var. Belə bir trendimiz var. Yəni bizim belə deyək dəstək və direnç zonamızı deyək belə bir. Deyək ki, belə bir bizim burada belə deyək direnç zonamız var və aşağıda isə dəstək zonamız var. Yəni çoxumuz buradan biz nə edirik? Qırılmadan əməliyyat açmırıq. Hər zaman biz əməliyyatımızı toxunuşlar gerçəkləşdirəndən sonra biz bir daha düşünürük ki, aşağı gələcək. İnşallah bizim unutduğumuz bir şey var. Bu tendensiya, bu zona, bu trend bitəcək və bitkilər də hər zaman qırılışlardan sonra baş verir və qırılma zonasından sonra biz əməliyyatımızın yönünü təyin edə bilərik. Biz bunu təyin etməyimiz üçün əlbəttə ki, biz məsəl üçün scalping ticarət ediriksə, böyük time frame-lərdə də baxıb kiçik time frame-lərə gəlib və kiçik time frame-də də əməliyyatımızı icra etməliyik. Bu əlbəttə ki, şərtdir. Yəni qırılma, böyük time frame-də qırılma varsa, bu kiçik time frame-i yamsılayır və kiçik time frame-də qırılma varsa, böyük time frame-lərdə az bir yansıtma olur. Bunu da nəzərə almaq lazımdır. Sən bunu düşünürsən ki, sən scalping ticarətçisən və scalping ticarətində böyük time frame-lərə baxıb, kiçik time frame-lərdə ticarət etmək olur. Amma uşaqlar, biz böyük time frame-lərdə nəyə görə bilərik? Biz böyük time frame-lərdə mumları görə bilərik. Misal üçün, gəlin belə bir günlük muma gedək. Yəni, bugün biz ticarətə başlayırıq, biz day trading və günlük mum bizim işimizə yarayacaq. Və biz keçirik uşaqlar. Ölçü, standart, biz yaxınlaşırıq uşaqlar. Bizə lazımdır günlük mum lazımdır və günlük mum nə yerdədir? Hal-hazırda qrafikə yaxınlaşırıq. Görək bizim günlük mumumuz nə yerdədir? Yəni mən orada nə təyin etdim? Mənim orada scalping ticarətim üçün mənə lazım olan nədir? Fikir verirsiniz, mən buranı təyin eləmişəm. Burada oynamalardan sonra qırılma baş verib. Və bu nə yaradıb? Uşaqlar, biz belə bir analiz etməliyik. Yəni biz qrafikə baxıb təyinatlarımızı götürürük. Deyək ki, belə bir üzr istəyirəm, bunun rəngini dəyişməliyəm. Bu rahat görsənsin. Yeni bir mum götürək. Deməli, yeni bir zona götürək. Trend zonası. Deməli, bunu çəkək və bunun rəngini dəyişək. Qoy rahat olsun. Biz buradan nə görürük uşaqlar? Biz buradan trend zonamızı təyin etmişik. Misal üçün, belə deyək. Bizim buradan belə bir trend zonamız var və trend zonasını qırıb, qırılma baş verib və biz uşaqlar buradakı mumlara önəm verməliyik. Yəni mumu bilən insanlar, mumlarla ticarət edən insanlar uşaqlar bunu bilirlər. Və mən də bunu bildiyimə görə burada yüklənmə baş verib və burada təzyiq aşağı düşə bilməyib, yuxarı yüksəlişlər baş verib və fikir versiniz necə yuxarı yönlü gedib. Yəni bizim əməliyyatımız burada ancaq long əməliyyatları gerçəkləşdirə bilərik və biz keçirik saatlıq qrafikə. Və biz saatlıq qrafikdə nə görürük? Biz
əlbəttə günlüyə baxırıq, sonra saatlı qrafiklərə yanaşmamız olmalıdır mütləq şəkildə. Və saatlıq qrafikdə də biz belə bir trend görürük. Axırda belə bir izah edim sizə. Adi bir burada bir qırılma zonası görürük. Fikir versiniz uşaqlar. Bu qırılma zonası baş verdiyinə görə biz yuxarı long əməliyyatlarını gerçəkləşdirməliyik. Hal-hazırda burada bizə fikir versiniz uşaqlar. Burada trend yönünü dəyişib. Minimum yediyinə görə və burada bərkitmə olduğuna görə buradakı minimumlar dip zonası, bu dip zonası aşağı düşə bilmədiyinə görə, burada bitirdiyinə görə bizə nə edir? Trend buradan yüksəlişə keçir və trend yüksəlişə keçəndə uşaqlar trend yüksəlişə keçdi. Biz nə görə bilərik buradan? Trend yüksəlişə keçəndən sonra uşaqlar biz buradan görürük ki, belə deyək, bunları silək və yeni bir yaradılış edək. Biz buradan görürük, yuxarı, aşağı belə bir tendensiya görürük. Belə bir qırılma zonası görürük. Bunları silək və sizə belə bir izah edeyim. Deməli, biz qrafikdə nə görürük? Biz qrafikdə görürük ki, mən hər zaman izah edirəm, uşaqlar, bu 5 sayı izah edirəm, hansı ki, belə bir oynama baş verir. Uşaqlar, və bu boşluqlar isə bizim əməliyyata girəcəyimizi zonalarda, hansı ki, biz buradan təsdiqi tapırıq və bu nə edə bilər? Bu geri dönüş edə bilər. Bizim buradakı dəstək zonamıza, hansı ki, qıranda, qırmamışdan əvvəl direnç zonası idi. Qırdıqdan sonra geri dönüşü onun dəstək zonası adlanır və dəstək zonasına toxunandan sonra əlbəttə ki, biz yuxarı əməliyyat çıxmalıyıq. Belə bir gözləntimiz var. Əgərlər biz bu paterni bildiriksə, bizim əməliyyatlarımız yuxarı yönlü olmalıdır. Və keçirik biz qısa zaman biriminə. Deyək keçək 15 dəqiqəliyə. 15 dəqiqəliyə keçdikdə biz görün nə qədər yüksəliş gözləyirik buradan və görürük də hətta uşaqlar. Ona görə biz nə edirik? Baxırıq, yaxşı baxırıq, ətraflı şəkildə baxırıq və qırılmadan görün necə gözəl qırılma baş verir və qırılmadan sonra yuxarı yönlü bizim əməliyyatımız gedir. Və mən burada da nə görürəm? Mən burada görürəm ki, belə bir yüklənmə var və belə bir yüklənmədən sonra qırılma baş verir. Hər zaman qırılma baş verir və əlbəttə ki, bu öz zonasını bitirdiyinə görə rahatlıqla yuxarı yönlü əməliyyat açıb və biz buradan xeyrimizi əldə edirik. Və uşaqlar, nəzərinizdə bir şeyi saxlayın ki, hər zaman əgərləri düzgün və dəqiq şəkildə analiz edəndə nəticələrimiz çox gözəl olur və bunu etməyimiz üçün də bizə lazım olan böyük time frame-lərdəki dəstək direnç zonalarımızdır. Yəni bizim dəstək direnç zonalarımız order block, FVG, InFVG, yəni bildiyimiz bir çox order block bizim çox işimizi yarayır. Və əlbəttə ki, bizim buradan gözləntimiz maksimum qalxışı ola bilər və düşüşü, yenidən qırılışı ola bilər. Və əlbəttə ki, bu necə baş verəcək, onu da izləyərək görmək mümkündür uşaqlar. Hər zaman yadınızda saxlayın, nəzərinizə çatdırıram. Uşaqlar, doldurmalar olmalıdır. Hansı ki, burada boşluq var. Bu boşluğu mütləq şəkildə nə etməlidirlər? Mütləq şəkildə doldurmasını etməlidirlər. Ona görə nə edirik biz? Bu doldurmanı, buradakı doldurmaları belə bir şəkildə edə bilər. Sərt düşüş, təzədən yüksəlişlər baş verə bilər və biz bunu gözləməliyik və biz bunu gözlədiyi tədbirdə uşaqlar biz bunu gözləyiriksə, nəticəni də əldə edə bilirik. Əlbəttə ki. Bu şəkildə keçək uşaqlar, gəlin başqa bir keçək biraz valyuta üzərindən analizlərə. Keçdi deyək, bu valyuta üzərindən biz analiz aparacağıq. Və hər zaman deyirəm, uşaqlar, bizə nə lazımdır? Günlük day treninə gediriksə bizə günlük mum lazımdır. Biz günlük mumu mütləq şəkildə görməliyik. Səhər açılıb və biz həmin mumu, yəni şam növünü görməliyik. Şam növünü də bilmək, əlbəttə ki, bu ticarətdə çox gözəldir və ona görə nə edirik? Şam növünü mütləq şəkildə bilmək lazımdır və trendi də təyin etmək lazımdır. Biz buradan görürük ki, belə bir qırılma baş verib və nə olub? Fikir verirsiniz uşaqlar, buradan nə görə bilərik? Biz buradan görə bilərik ki, burada çox insan həqiqətən də bunlara fikir vermir. Bir strategiya üzərində işləyir, başqa heç nəyə də fikir vermir.
Buradan biz buradan görürük ki, uşaqlar, buradan bir yuxarı yönlü altdan alıcıların üstünlüyü var. Yəni burada mum bitirdiyinə görə. Burada isə korreksiya baş verə bilər. Yəni korreksiya dediyimiz, yəni geri dönüş və aşağı düşüş baş verə bilər. Və biz burada nə görə bilirik? Biz burada görə bilirik ki, belə bir paternimiz var və bu paternə uyğun da biz əməliyyatlarımızı açmalıyıq. Biz hal-hazırda burada gördük ki, korreksiya baş verib və bunları silək. Bu korreksiyadan biz nə əldə edə bilərik? Günlük mumumuza baxdıq. Günlük mumumuz geri korreksiya bildirib və qalxıb, fikir versəmi, korreksiyanı bildirib. Baxın, görsədim bir daha. Fikir vers uşaqlar, korreksiya edib və korreksiyadan sonra biz nə edə bilərik? Biz aşağı əməliyyatlar düşünə bilərik. Keçək saatlıq qrafikə. Saatlıq qrafikə baxdıqda fikir versiniz uşaqlar. Burada korreksiya keçib və korreksiyada keçəndən sonra biz, şəxsən mən buradan nə əməliyyat açardım? Korreksiyaya keçibsə, mən buradan short əməliyyat açaram və profitimi də bu zonaya qoyaram. Yəni buradakı bildiyimiz zonaların birinə qoyaram. Yəni əməliyyatımı girişini təyin edərəm və stop loss'umu da buralara bir yerə qoyaram. Yəni əməliyyata girişim mənim buradan olar. Yəni swing trading edirsənsə, fərqi yoxdur, day trading edirsənsə. Yəni harada da swing üçün göstərirəm bunu. Yəni bir neçə gündə çəkə bilər bu əməliyyat bizdə. Yəni burada təpələr yaradıb və geri dönüş zonasındadır hal-hazırda. Mən belə düşünürəm. Və əməliyyata giriş nöqtəm və burada da mənim stop lossum yerləşir. Və bunu da bu qayda təyin edirəm və əməliyyatımı bu şəkildə mən şəxsən icra edərəm. Aydındırmı? Səbəb nədir? Səbəb günlük qrafikdə göstərdim sizə. Keçək biz buna 15 dəqiqəlik və baxaq. Burada geri dönüşlər. Uşaqlar, baxın, görün sənə izah edirəm. Bunu silək. Saç-baş qalmayaq. Trendi yuxarı yönlü göstərirlər. Fikir versiniz uşaqlar. Trendi hər zaman yuxarı göstərirlər və burada belə bir oynama baş verir. Hər zaman baş verir. Deməli, belə bir oynama baş verir. Baxın uşaqlar, bu patern gedəcək və belə bir sərt düşüş gerçəkləşəcək və bu hər zaman işə yaraya bilir. 70, 80, 90% bu işə yarayır və biz də bundan nəticə əldə edirik. Diqqətlə qrafikə baxanda uşaqlar, biz həqiqətən də çox şeylər görə bilirik. Misal üçün, adi burada bir qırılma zonası baş verib. Belə bir qırılma zonası baş verib. Deməli, bunu qoyaq bura və belə bir şey. Fikir ver uşaqlar, bunun eynisi də burada baş verəcək və qırılma verib, qırılmadan sonra korreksiya keçib və korreksiyadan sonra nə edilir uşaqlar? Aşağı yönlü əməliyyat və bu şəkildə də uğurlu olur. Fikir versiniz uşaqlar, yuxarı yönlü göstərirlər, aşağı vuruşlar var. Eyni qaydada yaxınlaşanda belə biz burada nə görürük? Baxın uşaqlar, görün nə gözəl qrafik burada biz analiz edə bilərik. Fikir versiniz uşaqlar, buradan və buradan, hətta buradan belə qırılmalar baş verib, əməliyyat açılıb, qırılma, əməliyyat açılıb. Fikir versiniz uşaqlar, yeniyib, qırılma və əməliyyat açılıb. Görün nə gözəl düşüşlər var uşaqlar. Biz bunları görmürük. Çoxumuz bunları görmür və əməliyyat da açmır. Sadəcə gözləyirlər, müəyyən xəbərlər və yaxud da ki, bir strategiya var, onun üzərində işləyir. Uşaqlar, biraz geniş düşünün, biraz qrafikə geniş baxın. Burada nələr görə bilərik biz? Həqiqətən də dəstək dirənclə də işləmək lazımdır. Trend zonasını dəqiq şəkildə çizmək lazımdır və biz inanın ki, uşaqlar, buradan, yəni qrafik özü bizə deyir ki, gəl buradan sən xeyribi götür, get. İstisna nədir? Uşaqlar, xəbərlər baş verərsə, hər hansı bir xəbər olarsa, hər hansı bir filan ölkəyə nəsə edərsə, yəni nəsə baş verərsə, xəbərlər baş verə bilər. Onda ola bilər ki, heç bir əməliyyatımız işə yaramasın. Bu istisnadır, bu ola bilər, hər zaman da olacaq. Ona görə biz nə edirik? Dəqiq şəkildə qrafikimizi analiz edib əməliyyatlarımızı icra edirik. Mən bu videonu şəxsən özüm uzun çəkirəm ki, biz buradan baxıb nəticələri əldə edə bilək. Bunu silək. Deməli, biz burada bir daha deyirəm.
Biz burada nə görürük? Biz burada trendin gözəl şəkildə yüksəlişlərdə olduğunu görürük uşaqlar. Belə deyək. Hətta buradan çəkək. Və uşaqlar, burada fikir versin, qırılma baş verir. Bax, sizdə bir izah elədiyim qırılma zonasıdır. Mən buna 15 dəqiqəlik time frame-də baxıram və burada yüklənmə baş verir. Və həmin bu yüklənmədə nə var uşaqlar? Pattern yerləşir. Diqqətlə baxanda uşaqlar, həqiqətən də görmək olur ki, biz burada nə edə bilərik? Belə bir gözəl düşüş, oynamalar və belə bir pattern baş verə bilər. Yəni, belə bir pattern var, belə bir qırılma baş verə bilər. Əməliyyata buradan deyil, əməliyyata qırılmadan və korreksiya sonra əməliyyata girməyə lazımdır. Birbaşa yox. Alıcı da ola bilər, ona görə bunu nəzərdən qaçırmırıq. Da keçmişlərə baxaq. Keçmişlərdə görək nə baş verir uşaqlar. Gəlin bir başqasına da baxaq. Biraz ətraflı izah edeyim sizə. Mən hal-hazırda sizə uşaqlar gözəl bir şey izah elədim. Həqiqətən də bu, mən özüm bu strategiyadan çox gözəl şəkildə istifadə edirəm və sizə də tövsiyəm, siz də edin. Uşaqlar, baxın, belə bir yenə alıcı qırılma baş verə bilər. Trendə baxanda, geniş şəkildə baxanda görə bilirsən, yəni beynimdə patternləri bir növ göz yaddaşı olaraq beyninə yükləmək lazımdır uşaqlar. Hər zaman bu işə yaraya bilər, yadınızda saxlayın. Belə bir qalxışdan sonra əməliyyata uşaqlar birbaşa buradan girilmir. Əməliyyata qırılış, korreksiya, aydınmı? Korreksiya. Ümumiyyətcə patternlərin çoxusu uşaqlar korreksiyadan işə gözəl yarayır. Gəlin sizə belə bir izah edeyim mən. Bax, misal üçün biz bu günlər nə işlədik? Bu pattern üzərində biz işləmələr elədik. Yəni, sübut olaraq da qrafik üzərindən gördük. Deyək ki, belə bir zonamız var, patternimiz var. Və uşaqlar, biz əməliyyata girməyimiz, bu patternin sirri bundadır. Yəni, birbaşa deyil, birbaşa girilmir əməliyyata. Çox vaxtı bu korreksiyadan sonra qırılıb gedə bilir. Yəni, bunu da nəzərə alın, alıcı qırılma da ola bilir. Biz buradan bərkidəndən sonra trendin aşağı düşdüyünü görən andan biz əməliyyata giriş təyinatımız buradan olmalıdır. Hansı ki, bu zonasını qırmalıdır, bu zonanı qırmalıdır. Haradakı hansı ki, burada bizdə bir dəstək zonası yaranır. Bu dəstəyi qırmalıdır və əməliyyata bu şəkildə girməliyik. Aydındırmı? Stop lossumuzu, təyinatlarımızı bura etməliyik. Take profitimiz və əməliyyata giriş təyinatımız. Aydındır, bu şəkildə olmalıdır. Bu pattern bu işə yarayır. Yəni, bizim bugünkü, belə deyək, təlim videomuz sırf bu pattern üzərində baş verdi və əlbəttə ki, günlük nəticəyə baxaraq, günlük imuma baxaraq bunu biz nə edə bilərik, görə bilərik uşaqlar. Oldu uşaqlar, bugünkü videomuz bu qədər. Ümid edirəm video xoşunuza gəldi. Davamlı videoların gəlməyi istəyirsiniz. İnşallah kommentariyada rəylərinizi yazırsınız, fikirlərinizi bildirirsiniz və ən əsası da uşaqlar Akademiya əməliyyat qrupumuz mövcuddur və ödənişsiz şəkildədir. Kim istəyirsə uşaqlar bioda Telegram linkimiz var. Keçid edib ətraflı məlumat toplaya bilərsiniz. Və bu ticarət sahəsində özünü təkmilləşdirmək istəyən hər bir YouTuberə öncədən minnətdaram ki, uşaqlar siz də kimlərsə nəyəsə baş salırsınız. Nə qədər çox olsaq, bir o qədər insanlara köməklik göstərə biləcəyik. Ona görə videoları çəkməyə davam edin. Mən izləyirəm uşaqlar. Hər bir trader izləyirəm, Azərbaycanlı deyirəm. Az bilgisi olan da var, çox bilgisi olan da var. Hər birinizi dəstəkləyirəm. Uşaqlar, çalışın, həvəsdən düşməyin, motivasiyadan düşməyin. Videolarınızı çəkməyə davam edin. İnanın ki, uşaqlar, vaxtı gələndə çox gözəl tutuzduracaqsınız. Ona görə məlumat bölüşmək gözəl bir şeydir. Pozitiv enerji olmaq çox gözəldir. Çünki siz insanlara məlumat ötürürsünüz. Onların minnətdarlıq hissi sizə hər zaman uğur qazandıracaq. Oldu uşaqlar, Allah amanında başqa bir belə deyək videoda görüşmək